Tahir Hüseynov, Göbələk qızartması, Hekayə, bacım Gülüstanam. Mən ona dəniz kənarındakı istirahət parkında rast gəldim. Burnunun yanındakı xalı olmasaydı düzü tanıya bilməyəcəkdim. Göz dəyməsin, sətlər o arıq, yeridikcə boyun damarları batıb çıxan nazik qılçaları bir-birinə dolaşan tələbə oğlan indi qarın bağlamışdı. Buxağını, boyunun əti pırtlamışdı. Bığları xeyli qanlılaşmışdı. Lakin ağ, qansız sifəti yenə əvvəlki rəngdə idi. Kostyumunun yaxasını açmış, üzünü dənizə tərəf çevirmişdi. Salam Səttar, xoş gördük. Səttar başını çevirib üzümə baxdı, tanımırmış kimi gözlərini döydü. Olmuya unutmusan ay vəfasız, deyə özümü saxlaya bilməyib çiynindən yapışdım. 5 il bir otaqda yaşamamışıq mı? 5 il bir qazandan xörək yeməmişik mi? Səttarın dodaqları açıldı. Rəhim, sənsən? Bağışla vallah, tanıya bilmədim. Xeyli dəyişibsən, zarafat deyil. Aradan neçə il keçib. Onu qucaqlayıb ətli üzündən öpdüm, sinəmə sıxıb kürəklərini ovcaladım. Əvvəlki taxta kürəklər xəmir kimi yumuşaq ət içində itib batmışdı. Nə yaxşı oldu görüşməyimiz, ey gidi dünya. Yanaşı gəzməyə başladıq. Vəziyyəti, işi ilə maraqlandım. Necəsən Səttar, harada işləyirsən? Universitetdə dərs deyirəm. Səni bir də təbrik eləyirəm alimlik dərəcəsi almağı münasibəti ilə. Bağışla, müdafiənə gələ bilmədim. Amma telegram vurmuşdum, aldın mı? Səttar adət üzrə sağ gözünü qıydı, dodağının sağ ucunu yuxarı dartıb ağzına idi. Gərək ki, almışdım. Düzü o qədər telegram vurmuşdular ki, hamısını yadımda saxlaya bilməmişəm. Bir də başım çox qarışıq olur. Hər gün leksiya, məruzə, nə bilim nə. Mən ondan incimədim. Tələbəlik dostumun, gənclik yoldaşımın alimlik dərəcəsi alması ilə fəxr edirdim. Bir də onun halına əvvəldən bələd idim. Biraz kahıllığı var idi, ərköyün böyümüşdü. Biş-düş bacarmırdı. Xörəyimizi həmişə mən bişirərdim, qab-qacağı mən yuyardım. Bəzən çarpayısını da mən düzəltməli olurdum. Neyləyəydim? Xırdaca bir şeydən ötürü komendantın ağzını açdırmayacaqdım ki. Biz xeyli gəzindik. Dənizkənarı parkda təzəcə çəkilmiş su kanalları, onların içində hayküylü uşaqları gəzdirən qayıqlar, aşırım körpülər, uclarını suya salmış salxım söyüdlər, yaraşıqlı yay yeməkxanası mən rayona gedəndən sonra yaradılmışdım. Doğma şəhərdəki yeniliklərə baxmaqdan doymaq bilmirdim. Səttarın sualı məni onlardan ayırdı. Yaxşı fikrimdə deyil. İndi sən hardasan? Sözü ürəyimə toxunsa da üstünü vurmadım. Neçə illərdən bəri ilk dəfə görüşmüşdük. Onu da umuküsüyə çevirməyəcəkdim ki. Öz rayonumuzda deyə cavab verdim. Yeni müəllimlik mi eləyirsən? Biraz dərsim var. Əsas işim kolxozdadır. Kolxozda? Hə, kolxozda gecə məktəbində dərs deyirəm, gündüzlər briqadirlik eləyirəm. İşçi qüvvəsi çatışmır kolxozda. Kimyaçı hara, briqadirlik hara? İndi məhsul kimyasız becərilmir. Həm də Kənd Təsərrüfatı İnstitutunun qiyabi şöbəsində oxuyuram. Doğrudanmı? Elə o vaxtlar da çöl, tarla dilindən düşmürdü. Necə deyərlər, naxırçı qızının könlü naxır əpbəyi istər. Elədir ki, var. İkimiz də güldük. Gəzə-gəzə şəhərə girdik. Postun qabağına çatanda dostum dayandı, pencəyinin yan cibini axtarıb bir kiçik kağız çıxartdı. Dünən poçtalyon bildiriş vərəqəsi gətirib. Görək nədir? Poçta girdik, Sovqat pəncərəsinin qabağında növbəyə durduq. Yaxşı ki, adam az idi. Yoxsa tez-tez ayağının birini qaldırıb, birini qoyan Səttarın səbri lap tükənəcəkdi. Elə gənclikdən də onun növbəyə durmaqdan xoşu gəlmədiyini bilirdim. Yəqin yenə bacımdan olacaq. Nə qədər tapşırıram bir şey göndərmə. İndi vəziyyətim yaxşıdır. Ağlın tələbəlik illərini getməsin. Yenə mümkün olmur. Görürsən ki, ay tamam olmamış pasılkası gəldi. Elə bil kəsmətdir. Bilgeys mi deyə mən soruşanda Səttar təəccüb elədi. Sən hardan tanıyırsan? Səttar bacısı Bilgeys haqqında tələbəlik vaxtlarımızda mənə çox danışmışdı. Atadan yetim qalan bacı qardaş orta məktəbi bitirənə qədər bərabər oxumuşdular. Orta məktəbi qurtardıqdan sonra Bilgeys kolxozda işləməyə, Səttar universitetə oxumaya getmişdi. Bacı işləyib qazanmış, qardaşı xərclik göndərmiş. Qardaş xərcləyib oxumuşdu. Səttar ondan tez-tez sovqat, məktub aldıqca üzünü görmədiyim bu adama qarşı qəlbimdə məhəbbət oyanmışdı. Sovqat qutularından nələr çıxmırdı? Meyvə qurusu, yun corab, toyuq qovurması, bəkməz, qovud. Hamısında üstündə bir məktub. Məktublarının hamısı bir cür qurtarırdı. Başına dönüm, ay qardaş, ürəyin nə istəyir, yaz göndərim. Zənnimiz düz çıxmışdı. Qutunun qayıdış ünvanında Bilgeysin adı yazılmışdı.
Gördünmü deyə Səttar soruşdu. Piştaxtanın üstünə qoyulmuş faner qutunun o tərəfinə, bu tərəfinə, bir də ütülü, şaxı sınmamış triko kostyumuna, pilə kimi yumşaq barmaqlarına baxıb köksünü ötürdü. İndi bunu kim aparacaq? Neçə dəfə tapşırmışam ki, göndərmə, yenə qulağında qalmır. Düşünmür ki, dünyanın naz neməti buradadır. Nə vaxt ürəyin istəsə, get bazara, mağazaya. Mən qutunu cəld götürdüm. Bacı ürəyidir, durmur deyə Bilqeysi müdafiə elədim. Küçəyə çıxdıq, Səki ilə bir qədər gedəndən sonra Səttar yaxınlaşan taksi maşınını saxladı. Mən mehmanxanaya getmək, maşına minmək istəmədiyimi bildirəndə qolumdan çəkdi. Bəri gəl, gedək, həm uşaqlarla görük, həm də bacımın sovqatına çaq. İtiraz eləmədim. Çoxdan ayrıldığım dostumun ailəsi ev eşiyi ilə tanış olmaq ürəyimdən idi. Səttarın mənzili çox xoşuma gəldi. 3-cü mərtəbədə 3 otaq, içində də hər cür avadanlığı. İstər-istəməz xəyalım keçmişə qayıtdı. Ümumi yataqxana, 5 adamlıq dar otaq, yeganə paltar dolabımız, şərikli tumbamız, kitab rəfi. İndi isə Səttarın kitabları 3 böyük dolaba yerləşmirdi. Məni fikirdən sovqat qutusuna Səttarın uşaqlarının hücumu ayırdı. Bibim sovqat göndərib, bibim. Səttarın bir cüt kukla kimi oğlu var idi. Elə bil, əl-ayaqları heç torpağa dəyməmişdi. Əyinlərinin səliqəsinə söz ola bilməzdi. Sovqat qutusunu astırmamış, əl çəkmədilər. Nəhayət, Səttar ucu haçalı dəmir çəkici gətirib qutunun qapağını qaldırdı. Əvvəlcə qəzet, onun altından balaca çit torbalar və 4 qat bükülmüş dəftər vərəqi çıxdı. Uşaqlar sevinclə qışqırışdılar. Mənimdir, bibim göndərib. Çit torbalardan birinin üstünə Ayaz, o birininkinə Niyaz yazılmışdı. Uşaqlar torbaları götürən kimi ağzının sapını sökdülər, içindən çıxardıkları cavalı qaxını, fındıq ləpələrini yeməyə başladılar. Qutudan təmiz ağa bükülmüş yuxa, bir neçə qurud, 2 baş sarımsaq, ağzı sələlənmiş yarım kiloluq bərni və stəkan çıxdı. Stəkanın içində ağ, bərnidə isə qovurmaya oxşayan qara şey var idi. Səttar bərni stolun üstünə qoyub dilləndi. Desənə qovurma niyə qoyursan? Burada ət tapılmırmı? Sonra bükülü kağız açıb oxumağa başladı. Başına dönüm ay qardaş, Ayazla Niyazın gözlərindən öpürəm. Bağışla bir şey göndərə bilmədim. Poçta 10 kilodan artıq götürmürlər. Bərnidə sənə köbələc qızartması qoymuşam. Stəkanda da süzmə qatıq var. Sarımsaq qayırıb üstünə tükərsiniz. Səttar məktubu stolun üstünə tullayıb bərnini götürdü. Əhsən belə bacıya. Bu laf dünyaya dəyər. Mənim ən çox sevdiyim yemək budur. Qonşu otağa keçib arvadına tez sarımsaq qatıq hazırlamağı, göbələc qızartmasını qızdırmağı tapşırdı. Sonra üzünü mənə tutdu. Bilirsən nə qədər sevirəm bunu? Afərin belə bacıya. Afərin sədaqətli bacıdır. İndi yəqin şərdə olar, deyə maraqlandım. Səttar gülüb əlini yelədi. Qız bu vaxta qalar. Mən universiteti qurtaran kimi toyun elədik. Neçə uşağı var? Səttar qaşlarını büzüşdürüb açdı, gözünü boşalmış sovqat qutusuna zilləyib çətinliklə dedi. Gərək ki 4 ola. Çoxdandır kəndə getmirəm. Adamın heç başını birdən-birə darıxdım. Geniş otaqlar məni sıxdı. Gözləməyə səbrim çatmadı, qalxdım. Səttar, məni bağışla, mehmanxanaya getməliyəm. Vacib işim var. Nə deyirəm, yaxşı yol. Amma qalsan yaxşı olardı.